Hər vaxtınız xeyir. İctimai Nəzarət Koalisiyasının analitik beyin mərkəzi ilə İNK TV-nin İctimaiyyətin Səsi verilişinin birgə buraxılışını izləyirsiniz və bugünkü qonağımız ümumiyyətlə İctimai Nəzarət Koalisiyasının qonaqlar silsiləsindən olan reportajlarımızın növbəti qonağı tanınmış düşüncə adamı, qeyri-hökumət təşkilatları sektorunda uzun müddət çalışmış və öz fikirləri ilə hər zaman cəmiyyəti silkələməyi bacaran Murad müəllimdir. Murad müəllim, xoş gəlmişsiniz. Xoş gününüz olsun. İctimai Nəzarət Koalisiyası olaraq biz sizi bizim koalisiyanın ofisində görməyə çox şadıq və bizim üçün bir neçə məsələ var ki, maraqlıdır, o suallara cavab vermənizi istəyərdim. İlk növbədə ondan başlayaq ki, siz bizim sədrimiz Rasim Məmmədoğlu, uzun müddət dostsunuz, tanışsınız. Belə deyək, Azərbaycanın müstəqilliyindən bu tərəfə, bu müstəqilliyin, bu dövlətçiliyin möhkəmlənməsində hərəniz öz sahəsində uyğun olaraq müəyyən işlər görmüsünüz. Bu dostluqdan başlayaq, sonra İctimai Nəzarət Koalisiyası ilə bağlı fikirlərinizi bölüşərsiniz. Rasim müəllimi uzun müddətdir mən tanıyıram. Kifayət qədər təcrübəli bir insandır, başarıqlı bir insandır. Və dostluğumuz da bir 20 ilə yaxındır davam eləyir. Və mənim üçün çox sevindiricidir ki, Rasim müəllim kimi başarıqlı, təcrübəli, nəzərində tutduğu planları çox effektivliklə həyata keçirdən bir insan QHT sektoruna gəlib və belə bir bu gün cəmiyyətimiz üçün, dövlətimiz üçün, xalqımız üçün vacib olan sahə üzrə qeyri-hökumət sektoru yaradıb. Və gəlməyimin əsas səbəblərindən biri bizim Rasim müəllimlə dostluğumuzdan da fərqli olaraq mənim sevindirici odur ki, bir qısa müddət ərzində sizin yaratdığınız bu koalisiya çox böyük işlər görüb. Artıq bunun böyük nailiyyətləri var. Artıq bu koalisiyanı tanıyırlar. Koalisiya kifayət qədər sadə insanlara köməklik eləyir. Bilirsiniz, QHT sektorunda çox vaxtı nümayəndələr çalışırlar, belə bir pafoslu işlərin dalıcan geçsinlər. Layihədən layihəyə tanınsınlar, iş görsünlər. Amma sizin fəaliyyətiniz mən görürəm ki, əsas istiqamət sadə insanlara, sadə Azərbaycan vətəndaşlarına köməklik eləməkdir. Bu mənim üçün çox sevindiricidir və mən əminəm ki, Rasim müəllim kimi insan bu işi elə effektiv təşkil eləyəcək ki, koalisiya müraciət edən insanların hamısı ancaq və ancaq razılıqla buradan gedəcək. Təşəkkür edirəm. Rasim müəllim, 41 təşkilatı özündə birləşdirən, burada həm qeyri-hökumət təşkilatları var, həm media, həm hətta biznes strukturlarının nümayəndələri də var. Bir koalisiyanın rəhbəri olaraq Murad müəllimlə sizin dostluğunuz haqqında fikirlərinizi dinləmək istərdik. Amma deyəsən, yavaş-yavaş koalisiyamız artacaq. Çünki Murad müəllim bizim koalisiya haqqında çox yüksək fikirlər söylədi və biz böyük məmnuniyyət istərik ki, onun da yanımızda görək, onun da fikirlərindən, düşüncələrindən istifadə edək. Çox sağ ol, Aydıxan müəllim. Əlbəttə ki, mənim üçün çox ən sevindirici, ən şərəfli bir gündür. Ən azından Murad kimi dəyərli Azərbaycan xalqının övladları ilə dostluq və tanışlıq etmək, hətta dostluq edərək onu bəyan etmək hər bir QHT rəhbəri cürət tələb edir onu deməyə. Çünki Murad müəllim bizimlə ailəvi çox yaxın, əziz bir insandır. Onun həyat yoldaşı da aktiv bir Azərbaycanın tanınmış xanım simalarından biridir. Rəna xanım, mən salamlayıram və salamlarımı istəyirəm çatdırım. O da Azərbaycan ictimai siyasi həyatında böyük bir nüfuzlu, bir şəxsi nüfuzlu ailənin övladı kimi və o ailənin yetişdirdiyi övladların dünyanın okeanın o tayında Azərbaycana böyük bir səda, yəni Leyla balamızın artıq Oxford Universitetinin ilk Azərbaycanlı professoru olması ərəfəsindəyik. Nə gözəl, təbrik edirik. Buradan Leyla xanımı da öz salamlarımı çatdırıram. Bizim gözümüzün qarşısında onun 15-16 yaşlarında necə kurslara getməsi, İngilis dili kurslarına getməsi, necə özünün öz həyatını qurması, təhsil sayəsində, əlbəttə ki, Murad müəllimin, Rəna xanımın ailələrinin köklü və Azərbaycan xalqının layiqli nümayəndələrinin olmasına xəbər verir və əlbəttə Murad müəllim bizim koalisiyaya və bizim İNTV studiyamıza gəlməyi əlbəttə ki, xalq içində xalqımızın savadlı ziyalıları, gözəl patriot vətəndaşları, vətənpərvər insanları biraz da Murad müəllimin dedikləri
təmənnasız və düzgün fikirlərə söykənəcək, biraz da bizi sevəcəklər, Xalisamızın nüfuzu artacaq. Təşəkkür edirəm Murad müəllimə. Təşəkkür edirəm Rasim müəllim. Mən ictimai fəallıq, ictimai iş ümumiyyətlə, xüsusən də Azərbaycan kimi ölkələrdə ki, insanlar hər şeyi dövlətin öhdəsinə buraxırlar, hər şeyi hökumət eləməlidir, məmurlar eləməlidir. Biraz çətin bir vəziyyət durumda olan bu cəmiyyətdə ictimai fəallıq göstərmək çətindir. Yəni hətta siz özünüz də fikir vermişsiniz, yəni ki, mən də Rasim müəllimlə, siz də QET rəhbəri olaraq haqqımızda müxtəlif fikirlər söylənilir. Bəzən müxalifətçi bizə deyirlər, qatı müxalifətçi və hətta qatı müxalifətçi də deyirlər. Bəzən hökumət adamı deyirlər və biz qalmışıq iki odun arasında. Siz necə fikirləşirsiniz? Çətindirmi ictimaiyyətçi olmaq və ümumiyyətlə cəmiyyətimiz üçün işləmək bir QET rəhbəri kimi? Əlbəttə ki, çətinlikləri az deyil. Bu iş adamdan çox vaxt tələb eləyir, təmkin tələb eləyir. Bunların hamısını həyata keçirmək enerji tələb eləyir. Amma mən hesab edirəm ki, bu cəmiyyətlə işləmək, ictimaiyyətlə işləmək, bu hər bir vətəndaşla işləməkdir. Mən bunu şərəfli bir iş sayıram özüm üçün və mənim həyatım artıq bu ictimai işlə bağlıdır, QET ilə bağlıdır, insan haqları sahəsi ilə bağlıdır və hər dəfə bayramlar olanda, Novruz bayramında, Yeni il bayramında o vaxtı ilə insanlara elədiyin kömək eləmirsən, amma yadından çıxıb, onlar sənə telefon açıb, zəng eləyib, minnətdarlığını bildirəndə ondan böyük qiymət yoxdur. Və hər bir vətəndaşa kömək eləməklə, onun hüquqlarını müdafiə eləməklə, haqqını müdafiə eləməklə biz dövlətimizi gücləndiririk, biz dövlətimizi müdafiə eləyirik, dövlətimizi sivil qaydalara, sivil qaydalarla fəaliyyət göstərməyə, artmağa köməklik eləyirik. Hardasa biz bizim məmurlarla çox vaxt problemlərimiz olub, amma o problemləri aradan qaldıranda bu bir faydalı olaraq dövlət üçün də xeyirdir, həmən o məmurlar üçün xeyirdir, onların rəhbəri elədiyi sahə üçün xeyirdir. Mən hesab edirəm ki, çox yaxşı işdir, vacib işdir və heç bir çətinlikdən çəkinməmərək, yəni ki, insanların ictimai fəallığı zəif olduğunu nəzərə alaraq bu işdən yana çəkilmək düzgündür və bu işdə davam eləmək lazımdır və mən üçün çox gözəldir ki, vaxtilə bilirsiniz, Azərbaycan yeni müstəqilliyini əldə edəndə QET sektorunu beynəlxalq təşkilatlar vasitəsilə yaradılırdı. Onların dəstəyi ilə, maliyyəsi, başqa dəstəyi nəticəsində fəaliyyət göstərir. Amma bu gün biz görürük ki, artıq bu QET sektorları heç bir dəstək olmayaraq özləri ölkəmiz içində yaranırlar. Bu da sosial tələbdən irəli gəlir, sifarişdən irəli gəlir. Və bu çox yaxşı haldır ki, biz özümüz artıq düşünüb buna gəlirik. Bu artıq özümüzün, dövlətimizin, cəmiyyətimizin artması deməkdir, keyfiyyət baxımından. Və hesab edirəm ki, sizin fəaliyyətimiz də burada çox böyük rol oynayacaq. Artıq bilirəm ki, kifayət qədər insanlar sizə müraciət ediblər və onların müraciətlərini siz baxmısınız, köməklik eləmişsiniz. Bu çox yaxşı haldır. Ona görə mən bu sahədə kifayət təcrübəyə malik olan insan kimi bunun ilk illərindən fəaliyyət göstərdiyim ki, mənim üçün xoşdur. Ona görə mən sizi dəstəkləyirəm. Təşəkkür edirik. Siz dövlət deyirsiniz, bilirsiniz ki, bu yaxınlarda referendum olmalıdır. Artıq bununla bağlı İctimai Nəzarət Koalisiyası çox böyük maarifçiliyi, təbliğat işləri aparır. Eyni zamanda ictimai dinləmələr təşkil etmişik. Bir neçə tədbirimiz də olub. Bizim üçün də maraqlı olardı, yəni ictimaiyyətin tanınmış bir nümayəndəsi, hüquq bilicisi olaraq, insan hüquqları ilə bağlı bir QET rəhbəri olaraq. Siz necə düşünürsünüz? Qarşıdakı bu referendum və o konstitusiyaya olacaq dəyişikliklər, bu təkliflər nə qədər Azərbaycan cəmiyyəti üçün vacibdir? Birinci mən yanaşmaq istəyərdim bu referendumlarla bağlı öz fikrimi bildirmək istəyirəm. Bilirsiniz, bizim çox vaxtı insanlar Avropa təcrübəsini bizə göstərirlər və ictimai fəaliyyətdən biz danışdıq. Referendum nədir? Referendum odur ki, dövlətlə bağlı qərarların qəbul olunmasını dövlət verir əhalinin, cəmiyyətin seçiminə. Bu baxımdan referendumun olması mən müsbət qiymətləndirirəm və hesab edirəm ki, gələcəkdə də nə qədər bu referendumlar çox olsa, o qədər vacibdir ictimai fəaliyyətin artması üçün. Biz görürük İsveçrədə
bəlkə də olar xırda bir məsələlər üzrə referendumlar keçirilir və İsveçrədə, başqa Avropanın tanınmış Böyük Britaniyada bu yaxınlarda Avropa Şurasının çıxması ilə bağlı. Yəni iri məsələləri də, orta məsələləri də, yəni cəmiyyətin ixtiyarına verilir. Bu baxımdan referendumun olması mən müsbət qiymətləndirirəm. Artıq bu insanların özünün şuurunun düşünməsinin nəticəsi olaraq demək gərək bu insanlar özləri anlasınlar, buna geçsinlər, öz rəylərini bilsinlər, fikirlərini bilsinlər. İkinci məsələ, referendumda çıxarılan suallar və məsələlər. Bilirsiniz, bu gün biz hardasa Avropanın, məsəl üçün, həmən o İsveçrədə yaşasaydıq, bizim qonşularımız Almaniya, Avstriya, İtaliya kimi sabit ölkələr olsaydı, bizim heç bir narahatçılığımız olmazdı. Amma Azərbaycan bu günləri elə bir regionda yerləşib ki, və son 10 ildə biz görürük ki, ətrafda ölkələrdə baş verən proseslər nədən gedir? Bu baxımdan Azərbaycan bu çağırışların qabağını almalıdır və istər dövlətini də gücləndirməlidir, dövlət idarə etməni də gücləndirməlidir, effektiv həyata keçirməlidir. Biz görürük ki, Azərbaycan neft ölkəsidir və müxtəlif böyük dövlətlər arasında gedən mübarizə nəticəsində neftin qiyməti kifayət qədər endirildi və bu bizə də təsir elədi. Biz görürük ki, Suriya kimi bizə yaxın olan dövlətdə stabil bir dövlət idi. Ərəb ölkələrinin içində ən aparıcı dövlətlərdən biri idi. Orada nələr baş verir və bizim ətrafımızda böyük, belə bir qonşu da demək istəmirəm bu sözü, Ermənistan kimi konflikt də deməzdim. Bizim torpaqlarımızı zəbt eləmiş ölkə var və ondan əl çəkmir. Ona görə bu baxımdan dövlət idarə etmə sisteminin əlbəttə ki, müasirləşdirilməsi lazımdır və referenduma çıxarılan məsələlər, bu vitse-prezidentliyi ilə bağlı məsələlər, mən də hesab edirəm ki, vitse-prezidentlik institutu Azərbaycan üçün lazımdır. Bu, bizim dövlətimizin idarə olunmasında mən hesab edirəm ki, köməklik göstərəcək və müsbət nəticələr verəcək. Bu baxımdan referendum həyata keçirilməsi, çıxarılan məsələlər də, referendum özünün keçirilməsi də mən münasibətim müsbətdir. Təşəkkür edirəm. Sonuncu bir sual vermək istəyirdim və hər ikinizə əslində bu sualı ünvanlayıram. Siz bilirsiniz ki, cəmiyyət durmadan inkişaf edir. Və bizim hər birimiz QT sektorunda olan insanlar, ümumiyyətlə Azərbaycan xalqının nümayəndəsi istər ki, Azərbaycan da inkişaf etmiş Avropa ölkələri, dünya ölkələri səviyyəsində o mövqeyini tuta bilsin və əslində biz buna da gedirik. Azərbaycanda təşkil olunan bütün bu idman yarışları, mədəniyyət hadisələri, forumlar və digər tədbirlər onu sübut edir ki, doğrudan da Azərbaycan dünya ölkələri sırasındadır və o yüksək, daha yüksək inkişaf etmiş ölkələr sırasına çıxmağa iddialıdır. Amma bütün bunlarla yanaşı müəyyən problemlər də var. Özünüz bilirsiniz, müxtəlif sahələrdə. Əgər o problemlər olmasaydı, elə hər şeyi məmurların öhdəsinə buraxıb, biz də rahatca elmlə məşğul ola bilərdik, mədəniyyətlə, ədəbiyyatla və digər sahələrdə işləyə bilərdik. Ən azından biznesdən. Bəli, ən azından biznes eləyə bilərdik, kapital yığa bilərdik. İctimai nəzarətlə bağlı sizin fikirlərinizi bilmək istəyirdim. Məsələn, Rasim müəllim bilirəm ki, müxtəlif sahələrdə ictimai nəzarətin gücləndirilməsi ilə bağlı çox aktiv, bəzən liberalcasına çıxışlar edir və hərdən mən özüm də idarə heyətinin üzvü olaraq hörmətli sədrimizə deyirəm ki, bu qədər kəskinliklə deməyin, onsuz da bizi düşmən gözü ilə baxırlar. Siz kəskinliklə deyəndə lap bizim haqqımızda digər obrazlar yaradırlar. İctimai nəzarət Azərbaycanda bu hüquq mühafizə orqanlarında da ola bilər, bu cəmiyyətin müxtəlif sahələrində ola bilər. Məsələn, təhsildə bizim problemlərimiz var, səhiyyədə problemlərimiz var və digər problemlərimiz var. Cənab Prezident də bunu dəfələrlə vurğulayıb ki, iş olan yerdə problemlər olar. Evet. Siz necə görürsünüz? İctimai nəzarət mexanizmlərinin hansı yeni, innovativ, kreativ formalarını biz ortaya qoymalıyıq ki, həm cəmiyyətin inkişafına, həm də dövlətin müəyyən problemlərin həllində işini asanlaşdıra bilir? Və Rasim müəllim, siz də bu suala cavab verərdiniz. Mən ictimai nəzarətin tərəfdarıyam. Hesab edirəm ki, istər lap avtoritar dövlət olsun, lap demokratik dövlət olsun, orada ictimai nəzarət olmalıdır. Biz özümüz Azərbaycan avtoritar dövlətdən çıxmışıq, keçmiş Sovet hökumətindən. Vaxtilə Sovet hökumətində xalq nəzarəti bir idarə də var idi. Bu ictimai nəzarətin bir növü idi. Və demokratik dövlətdə isə əlbəttə ki, bu müxtəlif sahələrdə olmalıdır. Mən üzr istəyirəm, hətta ictimai nəzarəti yerinə yetirən drujiniklərə
yadınızdadsa, indi Azərbaycanda yadımdan çıxıb onlar ictimaiyyətçilərə, indi biz deyirik ictimaiyyətçilər. Elə o vaxt da ictimaiyyətçi. Milisdən çox hüquq mühafizə orqanlarına çox hörmət qoyulurdu və onlardan çəkinirdilər. Çünki milistin hansısa bir işçisi pul ala bilirdi, rüşvət ala bilirdi, o adamı buraxırdı qanunu pozan. Amma ictimaiyyətçilər onu eləmirdilər. Yadınızdadır belə bir şey? Yadımdadır. Buyurun, fikrinizi Hətta məhkəmələrdə də hakimin sağında da solunda ictimai nümayəndələr əyləşirdi. Bunlar var idi. Amma bugünkü gün Azərbaycanda ictimai nəzarət də inkişaf eləyir. Mən deməzdim ki, bütün sahələrdə müxtəlif sahələr var ki, orada çox inkişaf edir. Mən götürərəm məsəl üçün bu pensiya sistemi, həbsxana sistemini. Mən bu sahə ilə çox məşğul olmuşam və orada yaranan ilk ictimai nəzarətin belə deyək ki, onun pionerləri mən olmuşam və siz öz ayırmayın. Biz o sahə ilə çox yaxından tanışıq. Biz sahə ilə çox yaxından tanışıq. Bəli. Amma bu günləri Ədliyyə Nazirliyinin tərkibində, bu gün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərkibində xüsusi ictimai komitə var və o komitənin üzvü də mənəm. Və o komitədə olan səlahiyyətlər mən sizə deyərəm ki, bəlkə də keçmiş SSR ölkələrinin nəinki onların, hətta bəzi Avropa ölkələrində də belə bir səlahiyyətlər yoxdur. Məsələn, ictimai komitənin üzvü kimi mənim şəxsiyyət vəsiqəm var, xüsusi vəsiqəm var. Bu vəsiqə ilə mən və mənim bir başqa əməkdaşımız, məsələn, ictimai komitədən heç bir xəbərdarlıq etməyərək istənilən həbsxanaya biz qapıda onu göstərib girə bilərik. İstənilən məhkumla biz görüşə bilərik təklikdə, onun fikirlərini öyrənə bilərik, onun şikayəti varsa. Yəni bu mən sizə deyirəm ən qapalı sahəni deyirəm. Cəmiyyətin ən qapalı strateji obyekt. Və strateji obyekti, bəli. Xüsusi marağında olan. Mən niyə onu toxundum? Ona görə ki, həbsxana qapalı olduğuna görə çox vaxt orada qanun pozuntuları, məsələləri İnsanlara elə gəlir ki, orada o baxımdan baxın görün bu sahədə nə cür sistem yaranıb. Ancaq fikir verin. Vətəndaş hansısa icra başçısı ilə gedib görüşə bilirmi? O dəqiqə vətəndaş istənilən vaxtı icra başçısı ilə görüşə bilirmi? Vətəndaş istədiyi vaxtı telefonu götürüb yığıb hər hansı bir dövlət qulluğunda, dövlət büdcəsinə maliyyələşən dövlət strukturundan hər hansı məlumat ala bilirmi? Bu yaxınlarda bizim bir şeylərlə üzləşirik. Elə bir insanları seçib qoyurlar ki, həmin o məlumat, telefon qaynar xəttə. Hətta onlar vətəndaşlarla münasibət qura bilmir. Vətəndaşların dinləmə mədəniyyətini sona qədər dinləyə bilmir. Dinləmə mədəniyyətindən uzaqdır. Əsməm, əgər elə olsaydı, gün ərzində onlarla bizə, bizim qaynar xəttə və e-maillərimizə şikayətlər gəlməzdi əlbəttə ki. Əlbəttə elə olsa. Mən çox istəyirəm, əlbəttə bir şeydir. Bax, bir şey deyim. Bugün dövlət yol polisindən çoxlu sayda şikayət gəlir. Ancaq fikir verin, dövlət yol polisi olmasa, cəmiyyətimiz necə iflic olar? Fikir verin, dövlət yol polisi ölkədəki hansı möhtəşəm tədbirlərin təhlükəsizlik baxımından həyata keçirilməsi, dövlət yol polisi, ölkə prezidentinin təhlükəsizlik baxımından yolların tənzimlənməsi, yol mədəniyyətinin inkişafı, sürücülük mədəniyyətinin inkişafı, düzdür, qüsurlar var, nöqsanlar var, bu mümkün deyil, olacaq, cəmiyyət var, cinayət var, cəza var, bu aksiomadır. Ancaq deyin görüm, bu günlərim, əgər hər bir dövlət yol polisinin ekipajında bir könüllü ictimaiyyətçi, İctimai Nəzarət Koalisiyasında könüllülər, institut tələbələri, gənclər, onlar gedib digər misioner qüvvələrə qoşulmazlar, onlar gedib müəyyən lazım aidiyyatı olmayan internet şəbəkələrində dostluğa getməzlər və onlar hər biri dövlətin hüquq mühafizə orqanları ilə, istər post patrul xidmətində, istər çeviş polis alayında, istər yol patrul xidmətində vətəndaşın özünün iştirakı və vətəndaşın polislə arasındakı olan münasibətlərdə, münaqişələrdə ən azından ictimaiyyətçinin haqqın polisin tərəfində, haqqın vətəndaş tərəfindən olmasını nəzərə alsaq, bu süni problemlər aradan götürürlər. Yəni, sosial tərəfdaşlıq, sosial əməkdaşlıq, yəni cənab prezident də söylədi. Mən çox istəyirəm ki, hüquq mühafizə orqanlarının patrul xidmətlərində ictimai fəallardan, ictimai könüllərdən istifadə etmək, ən azından onlara müəyyən qanararlar vermək, ən azından onlara müəyyən, bu günlərim hər birimizə heç bir sir deyil ki, bu günlərim hüquq mühafizə orqanları açılan cinayətlərin üstünü bəyəm özlərinin Sherlock Holmes kimi bir detektivləri varmı ki, bu günlərim Rasim Məmmədovdur, Aydıxan müəllimdir, Saadəttin müəllim, Hacı Murad müəllimdir və digərləri köməklik göstərir, ictimaiyyət köməklik göstərir, müəyyən cinayətçilərin yerini göstərir, müəyyən şübhəli şəxsin yerini göstərir və bu günlər bu cəmiyyətdən istifadə etmək lazımdır. Bunlardan uzaqlaşmaq olmaz ki. Rasim müəllim, sözünüzə qüvvət, özü də bilirsiniz ki, bu yaxınlarda cənab prezident sərəncam verdi. Asan xidmətində işləyən əməkdaşlar və könüllülərin
hər ay mükafatlandırılması. Çünki ideal bir qurum Cənab yaratdı. Prezidentin- Dünyaya çıxarılası bir qurum yaratdı və könüllülər də orada ictimai nəzarəti həm də yerinə yetirirdi. Avropa oyunlarında könüllülər. Avropa oyunlarında Aydın müəllim, şahmat indi olimpiyadası keçirildi. İctimai Onda- Nəzarət Koalisiyasının könüllüləri göz qabağında Bəli. deyilmi? Bəli, yəni bu mənada mən fikirləşirəm ki, ictimai nəzarət və ümumiyyətlə QT-lərlə bağlı işi biraz da gücləndirmək lazımdır. Amma nə ilə ki vaxtımız məhduddur. Təşəkkür edirik hər ikinizə. Minnətdarıq. Biz Murad müəllimi yenə də dəvət edəcəyik. Artıq ekspertimizdir insan, Murad bəli, müəllim. insan hüquqları ilə bağlı gördüyü fəaliyyəti işıqlandıracağıq ayrıca olaraq bir veriliş şəklində. Amma bir qonaq olaraq son sözünü dinləmək istəyirdik və sizin də arzularınızı dinləmək istəyirdik. Bununla da buraxılışımızı yekunlaşdıraq. Son sözüm ondan ibarət olur ki, mən Rasim müəllimə sizə təşəkkürümü bildirirəm ki, məni dəvət elədiniz. Xoşdur buyurun. Və hər zaman sizin koalisiyaya yardım etməyə, dəstək olmağa hazırım. Təşəkkür edirəm. Çox sağ olun. Aslan Mən də sizin bir, sözünüz. sonda bir şey deyərəm ki, Murad müəllimin də bizə dostluqdan əlavə bir vətənpərvər dövlətini, prezidentini, ölkəsini, xalqını sevən bir vətəndaş kimi, dost kimi də minnətdarlığımı bildirirəm və mən buradan fürsətdən istifadə edib Azərbaycan xalqımızın dəyərli insanlarına, vətənpərvər insanlarına bir şey bildirmək istəyirəm ki, mən Murad müəllimi 26 sentyabr referendum günü xalqımızın bayramını, referendumuna hə demək münasibəti ilə, toy bayram münasibəti ilə Ümid Yeri Sığınacaq evində 2 kimsəsiz övladımızın toy mərasimini Buzovna qəsəbəsində, Buzovnadan Məştağa yoluna gedərkən Alballıq deyilən bir yerdə, yolun kənarında el şənliyi kimi, xalq şənliyi kimi 2 uşaq evində böyümüş gənclərin toyuna dəvət edirəm ailəvi. Təşəkkür Və eyni zamanda buradan da üzümü tutub kamera vasitəsilə, internet, sosial media vasitəsilə istəyərəm ki, 2 valideynsiz böyümüş gəncin toyunda iştirak etmək üçün, xeyriyyə toyunda. Və hər kəsin o xeyriyyə toyunda həmin insanpərvər hissləri ilə gəlib iştirak etməsi, o gənclərə dəstək olması və həmin o xeyriyyə toyundan yığılan müəyyən məvacibdən onların gələcək həyatı üçün müəyyən sığınacaq ev əldə etmək üçün, müəyyən dəstək olması üçün vəsaitin sərf olunmasına xatir hər birinizi 26 sentyabr axşam saat 6-dan sonra 6-da balalarımızın Ümid Yeri Sığınacaq evinin Nigar xanım müəlliminin uzun illər yetişdirdiyi yüzlərlə, minlərlə insanların bir cütünün toyuna dəvət edirəm və hər kəslə dəvət edirəm. Çox sağ ol, əziz qardaş. Sağ olun. Təşəkkür edirik. Hörmətli tamaşaçılara bildirmək istəyirdik ki, analitik mərkəzimizin İctimai Nəzarət Koalisiyasının qonaqları silsiləsində növbəti buraxılışını izlədiniz və buraxılışımızın qonaqları Rasim müəllim, Murad müəllimidir. Bu 2 ictimai fəal, vətəndaş cəmiyyətinin aparıcı liderlərinin fikirləri bizim üçün də maraqlı idi, inanıram ki, sizin üçün də maraqlı olacaq. Gələn görüşlərə qədər.